Salam değerli yoldaşlar, xoş gördük hər birinizə. Bu gün sizlərlə Dimin Test Bankından vasitəli nitqin izahına baxacağım. Can vaxt itirmədən keçək izaha. Vasitəsiz nitqdə vasitəsiz nitqli cümlənin sxemini müəyyən edin. Xəzancül saçının ucunu qurdalaya. Baxın yoldaşlar, mən sözü xüsusi isim olmadığı halda cümlənin ortasına niyə böyle yazılıb? Deməli bu 100% vasitəsiz nitq imiş. Xəzancül saçını qurdalaya müəllifin nitqi. Mən məktəb üçün darıxırdım, yoldaşım üçün darıxırdım. Əsəd, burada vasitəsiz nitq bitdi. Dedi də olacaq müəllifin nitqi. Deməli bunun sxemi M və M-dir. Bunu da durğu işarələri qoşu nöqtəni qoyduq, dırnağı açdıq, dırnağı baladıq, vergül tire nöqtə. Deməli M və M hardadır? M və M B variantındadır. Birinci sualın cavabı olur B variantı. Durğu işarələri buraxılmış vasitəsiz nitqli cümlənin sxemini müəyyənləşdirin. Getmə Xavər, hara gedirsən deyə Kərimxan onu harayladı. Burada vasitəsiz nitq, getmə Xavər, hara gedirsən, bu vasitəsiz nitqdir. Deyə Kərimxan onu harayladı. Bu da müəllifin nitqidir. Sxem VM sxemi olacaq. Eyni zamanda hara gedirsən, burada bir suali intonasiyası da var deyə deməli dırnağı açdıq, sualı qoyduq, dırnağı bağladıq, vergül tire M nöqtə. Əsl şair dedi gərək hər cür şəraitdə yaşamağı bacarsın. Yazmağı bacarsın. Dedi müəllifin nitqidir. Əsl şair gərək hər şəraitdə yazmağı bacarsın da vasitəsiz nitqlərdir. Yəni V, M, V. Bu formada olacaq sxem. V, M, V. Bunun durğu işarələri dırnaq burada açıldı, burada bağladı. Vergül tire, nöqtələ dırnaqdan kənarda qoyulmuş olur. Yəni D variantı. Belə deyək də cümləmizin özündə sual işarəsi və ya da nida işarəsi yoxdur deyə bu nidalı variant buna görə səhvdir. Tərkibində vasitəsiz nitq olan hansı cümlədə VMV sxeminə uyğundur? Görür ki, durğu işarəsi buraxılmayıb. Deməli dırnaqla başlayıb dırnaqla bitməlidir. Deməli dırnaqla başlamadığı üçün D-ni çıxırsınız, E-ni çıxırsınız. Dırnaqla bitmədiyi üçün C-ni çıxırsınız, dırnaqla bitmədiyi üçün B-ni çıxırsınız. Avtomatik cavablar A variant. Baxın, sxemə baxın, uyğunlaşdırın. Görürsünüz, dırnaq burada açıldı, burada bağlanır. Nənə qorxma, mənəm əlidir. Dedi müəllifin nitqidir. Nənəm qorxma, mənəm əlidir də vasitəsiz nitqlərdir. Yenə eyni qaydadır. Görürsünüz, dırnaqla başlayıb dırnaqla bitməlidir. Çünki durğu işarələri buraxılmayıb. Bu dırnaqla bitmir, çıxacaqsınız. Dırnaqla başlamır, dırnaqla başlamır, dırnaqla başlamır. Avtomatik cavablar burada E variantı. Eldən obadan geri qalmaq ayıbdır. Vasitəsiz nitq dedi müəllif. Gedin ev eşiyinizi qaydaya salın. Bu da yine vasitəsiz nitqdir. Vasitəsiz nitq haqqında hansı fikir doğrudur? O həyəcanla üzümə baxıb soruşdu. Görəsən sözü cümlənin ortasına böyük yazılıb. Deməli 100% vasitəsiz nitqdir. Və V imiş. O həyəcanla üzümə baxıb soruşdu. Bu da olacaq müəllifin nitqi. Görəsən atamın mənə acığı tutmayıb ki. Aha. Deməli sxem müəllif və vasitəsiz nitq olur. Bizə vasitəsiz nitq haqqında doğru fikir soruşur. Vasitəsiz nitqdə dırnağın içərisində olanda görəsən atamın mənə acığı tutmayıb ki, bu da şəxsi cümlədir. Ona görə avtomatik cavabımız olur B variantı. Niyə? Çünki bu C variantı daha doğrusu. Burada acığı tutmaq. Bir saniyə buranı pozum. Baxın. Atamın acığı üçüncü növdür. Acığı tutmaqda fraza deyə bunlar belə qarışıq bir yerdə xəbər olur. Ona görə şəxsi cümlə olur. 7. Cümlənin birində müəllifin sözü vasitəsiz nitqdən sonra gəlib. Müəllifin sözü vasitəsiz nitqdən sonra gəlib deyə birinci vasitəsi sonra müəllif olmalı. Deməli bu cümlə dırnaqla başlamalı. Düzdür? Dırnaqla başlamır, dırnaqla başlamır, dırnaqla başlamır, dırnaqla başlamır. Avtomatik cavab olur B variantı. Axı müəllif vasitəsindən əvvəl gələndə birinci V sonra M olur. V ilə də başlayırsa hökmən dırnaq olmalıdır. Düzdür? Bu məntiqlə yanaşa bilərsiniz. Ana mənim köynəyim hazırdırmı deyə Tahir soruşdu. Ana mənim köynəyim hazırdır. Müəllifdir deyə Tahir soruşdu. Bu da daha doğrusu bu vasitəsizdir. Digəri də müəllifin nitqi olmuş olur. Vasitəsiz nitqli cümlənin sxemini müəyyənləşdirin. Qaraxan onun qarşısında boyun büküb, qardaş mən sənə çox borcluyam deyə sözə başladı. Yoldaşlar, qardaş sözü görürsünüz yenə cümlənin ortasına böyünə yazılıb. Deməli vasitəsiz imiş. Bu vasitəsiz isə bundan əvvəlki də müəllifdir, düzdür? Qaraxan onun qarşısında boyun büküb, qardaş mən sənə çox borcluyam deyə sözə başladı. Baxın. Belə deyək də, Qaraxan onun qarşısına boyun büküb deyə sözə başladı. Bunlar ikisi də müəllifdir. Ortada bir dənə V qalmışdı. Ona görə müəllif, vasitəsiz və müəllif kimi olacaq.
M və M sxemi harda var? M və M sxemi bir C-da var, bir də D variantında var. Amma gəlin görək hansını seçəcəyik. Cümləmizdə sual var, yoxdur. Ona görə bu sual olan variantı çıxırsınız. Avtomatik cavab qalır C variantı. Vasitəsi nitqli cümlənin hansı sxemə uyğun gəlir? Qapıdan çıxanda qoca sakit bir səslə dədə sözü xüsusi isim deyil, böyünə yazılır. Yəni vasitəsizdir. Vasitəsi isə bundan əvvəlki müəllif imiş. Dədə babalarımızın öz qanunları vardı. Burada bitir. Dedə yenə müəllifin nitqidir. M və M sxeminə uyğundur. Durğu işarələri qoşu nöqtəni bura qoyduq. Düzdür. Burada açdıq, burada bağladıq. Vergül tirə nöqtə. Aha, indi görək hansına uyğun gələcək bu. M və M harda var? M və M bir D-də var, bir də E variantında var. Cümləmizin önündə nida yoxdur deyə nidalı hissəsini seçmirik. Ona görə avtomatik E variantını seçirik 9-u. Yəni yuxarıda cümləyə uyğun aşağıda durğu işarəsi qoyulmalıdır. Əgər durğu işarəsi buraxılıb şərti yoxdursa. Davam edək. Vasitəsiz müəllif vasitəsiz sxeminə uyğun gələn vasitəsi görürsünüz. Yenə durğu işarəsi buraxılmayıb. Dırnaqla başlayır, dırnaqla bitməlidir. Dırnaqla başlamır. Burada dırnaqla bitmir. Bunu da çıxırıq. Dırnaqla başlayır, dırnaqla bitir. Avtomatik olur cavabımız. Vasitəsi nitqli cümlənin sxemi hansıdır? Bu gün haradan doğub ki, deyə Ceyran xanım başını qaldırmadan nifrət dolu bir istehsal soruşdu. Bu gün haradan doğub? Bir dənə budur vasitəsini. Deyə Ceyran xanım başını qaldırıb nifrət dolu bir səs istehsal soruşdu. Bu da müəllifdir. Bunun durğu işarəsi belə dırnağı açsın, dırnağı bağladım, vergül tirə. İndi burada nədir məsələ? Burada məsələ buradır ki, vasitəsi nitqimizdə sual işarəsi var deyə artıq biz vergül tirə qoymayacağıq. Baxın, dırnağı açdıq, sual işarəmizi qoyduq, dırnağa bağladıq. Bir dənə tirə müəllif olacaq. Və M sxemi deməli burada da var. Burada da var, amma sual işarəsi var deyə burada biz avtomatik B-ni seçirik. Yenə vasitəsi nitqli cümləyə uyğun gələn sxemi soruşur. Necəsən sözü böyünə yazılıb cümlənin orası, deməli müəllif vasitəsi imiş, düzdür? Bu vasitəsi imiş də bundan əvvəlki də müəllif imiş. Məni görəndən gülümsəyər, necəsən balaca hazırsanmı deyərdi. Gülümsəyər deyərdi, bu da olacaq müəllifin nitqi. Bunun sxemi M və M sxemidir. M və M bir dənə B-də var, görürsünüz. M və M bir dənə A-da var, M və M. Başqa yoxdur. İndi məsələ nədir? Cümləmizdə durğu işarəsi olaraq sual var. Deməsən, gəlib sualına olan variantı seçməlisən. Cavab olmalıdır A variantı. Tərkibində vasitəsi nitq olan cümlə hansı sxemə uyğundur? Haradasan, hardan sözü böyünə yazılıb. Deməli, vasitəsi imiş. Vasitəsiz isə bunun əvvəlki müəllif imiş. Bu da deyə soruşdu, yenə müəllifdir. Və yaxud da ki, adətən, baxın, adətən mən dediyim bu qayda durğu işarəsi pozulmuş varianta aiddir. Burada zaten sən görürsən ki, dırnağın içərisində yazılan hissə, deməli bu vasitəsi imiş. Dırnağın əvvəldə müəllifdir. Dırnağın sonrası da dırnaqda yazılmışdır, yenə müəllifdir. Artıq M və M sxemi var. M və M sxemi bir burada var, bir burada var. Bir də burada var. Düzdür, indi sual işarəsi burada var. Yəni cümləmizdə də sual işarəsi olmalıdır. Ona görə cavab B olur. Vasitəsiz nitqə aid nümunəni müəyyənləşdirin. Vasitəsiz nitqdə yoldaşlar, dırnaqlar falan olmalıdır. Yadda salın, ki olmaz, yaxşı. Ki tabeli bağlayıcısına bağlamamalı. Deməli, baxaq ki, burada bu vasitəsiz nitq. Görürsünüz, burada var. Müəllifin nitqidir birinci gəlib, sonra da vasitəsi gəlib. Burada bir dənə nitqdir. Bunu çıxırıq. Burada da sadəcə dırnaqda söz yazılıb, burada da söz yazılıb, burada da söz yazılıb, görürsünüz. Yəni vergülü yox, tirəsi yox, qoşu nöqtəsi yox. Onca cavab ora variantı. Tərkibində vasitəsi nitq olan cümlə hansı sxemaya uyğundur? Şahbikə xala, bəs çörək yemirsən bala, yemirsən bala deyə soruşdu. Yenə görürsünüz, dırnağın içərisi olmalıdır vasitəsiz, sağda müəllif, solda müəllif. İndi məsələ nədir? M və M sxemi deməli A-da var. M və M sxemi yox, bir dənə C variantında da, A da başqadır. Ona görə cavab olur C variantı. Sual var, deməli qoşu nöqtəni qoydun, dırnağı açdın, sualı qoydun, dırnağı bağladın, tirə. Nöqtə. Vasitəsiz nitqli cümlədə hansı durğu işarəsi buraxılmışdır? Hə, burada artıq durğu işarəsi buraxılıb deyə özümüz yazmalıyıq. Baxın, siz məni müdafiə etmədiniz deyə azərcilə eləndə. Deyə azərcilə eləndə müəllifdir. Əvvəldə vasitəsiz, düzdür? Vasitəsiz müəllif, baxın. V, M. Dırnağı burada açdım, burada bağladım, vergül tirə. Dırnaqlar vergül tirə. Dırnaqlar vergül tirə D variantı. Vasitəsi nitqli cümlədə baxın, görürsünüz, şərt var ki, durğu işarəsi buraxılıb. Hə, durğu işarəsi buraxılıb, artıq burada rahat görürsünüz. Gözlə sözü böyünə yazılıb, deməli vasitəsi imiş. Bu vasitəsiz isə bunun əvvəlki müəllifdir. Gözlə ki, nəzakət qaydaları pozulmasını deyirdim. Aha, onlar mənə tərəf gələndə
Mən də öz-özümə gözlə ki, nəzakət qaydası pozulmasın deyirdim. Aha, müəllif vasitəsiz. Bura deyirdim də müəllif olacaq, düzdür? Buna da bir dənə M-lə işarə eləyək. Belə də düşündü. Onlar mənə tərəf gələndə mən öz-özümə deyirdim. Görürsünüz, müəlliflər bir-biri tamamlayır. M və M sxemi harda var? B-də var, başqa heç yerdə yoxdur. 17-ci cavab olur B variantı. Vasitəsiz nitqli cümlənin sxemini müəyyənləşdirin. Əlican özünü içəri atdı. Ay rəhmətli oğlu, nə oturmusan? Badamlığı kəsirlər deyə həyəcanla xəbər verdi. Yenə ay sözü cümlənin ortasına böyünə yazılır. Yəni vasitəsiz imiş. Bu vasitəsiz isə bundan əvvəlki müəllif imiş. Ay rəhmətli oğlu, nə oturmusan? Badamlığı kəsirlər. Burada vasitəsiz bitir. Deyə həyəcanla xəbər verir. Bu da olacaq müəllifin nitqi. Demək, sxemimiz artıq hazırdır. Müəllif, vasitəsiz, müəllif. Müəllif, vasitəsiz, müəllif E-də var. Başqa heç yerdə yoxdur. Durğu işarəsi buraxılıb. Ay rəhmətli oğlu, nə oturmusan? Badamlığı kəsirlər. Bu da hiss həyəcan ifadələri üçün nida cümləsi olacaq. Ona görə 18-ci cavab olacaq E variantı. Ay bədbəxt oğlu dedi, bu yaşa çatmısan, ərbabla danışmağa bacarmırsan. Dedi müəllifdir, ay ərbab oğludur. Bu da vasitəsiz imiş. Ay ərbab oğlu dedi müəllif, bu yaşa çatmısan, ərbabla danışmağa bacarmırsan. Yəni, bu nitq belədir. Dırnağı burada açdım, burada bağladım, vergül türə. Aha, VM sxemi harda var? VM sxemi B variantında var. Bir saniye. Hə, bəs belə bir şey var axı burada. Ay bədbəxt oğlu, bu yaşa çatmısan, ərbabla danışmağa bacarmırsan. Elə ki, bunlar ikisi də V-dir, ortada bir dənə M var burada. Baxın, V, M, V. V, M, V sxemdə avtomatik bir dənə variantında var. Verilmiş cümlənin sxemini və cümlədəki buraxılmış durğu işarələrinin işləmə ardıcılığı müəyyənləşdirin. Tapşırıqlarını yaz, Calal, boş-boş oturma deyə əsəbləşdim. Vaxtını boşa sərf etmə. Baxın, V-lər bir-birini tamamlamalıdır, M-lər bir-birini tamamlamalıdır. Tapşırıqlarını yaz, Calal, boş-boş oturma. Baxın, tapşırıqlarını yaz, Calal, boş-boş oturma. Vaxtını boşa sərf eləmə, kitab oxu. Hə, artıq burada, artıq bura. Deyə əsəbləşdin olacaq müəllifin nitqi. Yəni, bu necə oldu? Qırmızılar vasitəsizdir. Yəni, V, araya M daxil olub. Bir dənə də V olacaq, düzdür? V, M, V. Tapşırıqların vaxtında yaz, boş-boş oturma deyə əsəbləşdim. Vaxtını boşa sərf etmə. Hə, sxem belədir. Dırnağı burada açdım, burada bağladım. Vergül türə, vergül türə. Aha, belə deyil, bunu çıxırsınız avtomatik. Belə də deyil. Sxemimiz və MV sxemidir, düzdür? Aha, belə də deyil. Hə, indi qaldı C ilə E variantı. Cümləmizdə sual icrası yoxdur ya, bura sual olmaz. Ona görə avtomatik bura cavab olacaq C variantı. 21. Cümlənin sxemini müəyyənləşdirin. Xəstənin dilini bilməmiş onun dərini dava etmək çətindir deyə Nərimanov yazmışdı. Deyə Nərimanov yazmışdı, müəllifdir. Əvvəldəki də V-dir, düzdür? VM sxemi harda var? VM sxemi bir dənə 21-də D variantında var. Uyğunluğu müəyyənləşdirin. M və M professor qapını bağlayıb artıq gezdir. Yəqin ki, səni gözləyirlər dedi. Uyğun gəldi, yollaşdır. Baxın, professor qapını bağlayıb müəllifdir. Artıq gezdir. Yəqin səni gözləyirlər vasitəsidir. Dedi müəllif. A, uyğun gəlir. M və ana dedi. Görəsən mücrüsüz, gəlin mücrüsüz olmaz. Baxın, cümləmizin özündə nida yoxdursa, bura nida qoymaq olmaz. VM usta, görürsünüz, V dırnaqla olmalıdır, düzdür? Burada ama dırnaqsız başlayır. Deməli səhvdir. Bu artıq M-dir. Çıxın. M və M sual. Ana sakitcə onu bağışlamaq olarmı deyə dilləndi. Ana sakitcə müəllifdir, düzdür? Müəllifdir. Onu bağışlamaq olarmı deyə dilləndi. Yoldaşlar, onu bağışlamaq olarmı bir dənə V-dir, deyə dilləndi M-dir. Görürsünüz, amma burada V-lərin ikisi var da, bu artıqdır. VM və hava çox soyuqdur deyə ana həyəcanla dilləndi. Hava çox soyuqdur, bir dənə vasitəsidir, deyə dilləndə müəllifdir. Görürsünüz, burada artıq bu ikinci vasitəsi artıqdır. Ona görə 22-ci cavab olacaq A variantı. Aha, davam edək. 23-dən. Hansı vasitəli nitqli cümlədir? Vasitəli nitqdə kitabelik bağlayıcısı olmalıdır. Yaxşı. Demək olar ki, işimizi yekunlaşdırmışdıq. Aha, bura demək olar ki, birlikdə bir gedəcək, ona görə bunu çıxın getsin. Yusif birbaşa dedi, bu artıq vasitəsi nitqli cümlədir, dırnaqlar falan var. Ağayar ayağa qalxaraq dedi ki, hə, bu tabelə mürəkkəb cümlədir.
Oynamaq bu da dırnaqda yazılıb deyə olmaz, deməli vasitəsizdir. Dimdən bildirirlər ki, bu da deməli tabe mürəkkəb cümlədir. 3-5 E variantı. Bu demək olar ki, birlikdə gedir də, köməkçidir. Cümlə hansı sxemə uyğun gəlir? Nə vaxt gəlsən öz evinə gələrsən dedilər. Heç çəkinmə. Baxın nə deyiblər? Dedilər onsuz da müəllifdə bilirsiniz. Düzdür? Nə deyiblər? Deyiblər ki, nə vaxt gəlsən öz evinə gəlirsən, heç çəkinmə. VMV bir dənə burada var. VMV bir dənə də burada var. Düzdür? Amma sual işarəsi yoxdur deyə cavabda biz avtomatik A-nı götürürük. Vasitəsiz nitqli cümlə hansı sxemə uyğundur? Kişi başını qaldırıb yox olmaz dedi. Sən bu işə qarışma. Yox olmaz. Sonra sən bu işə qarışma. Görürsünüz? Bunlar vasitəsizdir. Kişi başını qaldırıb dedi də müəlliflərdir. Yox sözlə böyünə yazıb avtomatik buradan bilə bilərsiniz ki, bu vasitəsizdir. Müəllif vasitəsiz, müəllif vasitəsiz. Belə oldu da. Kişi başını qaldırıb dedi, vasitəsiz, hə belə. MV burada var. Daha doğrusu MV harda var? Burada var. Başqa heç yerdə yoxdur. Elə ona görə 25 avtomatik B olur. Vasitəsiz nitqli cümlənin sxemini müəyyən edin. Yol gedə-gedə deyəsən qocalıram, sözümün kəsəri azalır deyə düşünürdü. Deyəsən böyünə yazılan vasitəsizdir. Bu vasitəsiz əvvəlki müəllifdir. Deyəsən qocalıram, sözümün kəsəri azalır. Burada bitir. Deyə düşünürdü. Bu da yenə olur müəllif. Qoşu nöqtəni qoydun. Dırnaqları burada açdın. Burada bağladın. Vergül tiri. M və M sxemi harada var? M və M sxemi elə bir dənə D variantında var. 27. VMV sxeminə uyğun gələn cümlə. Görürsünüz, bax, durğu işarəsi buraxılıb. Day demirik ki, dırnaqla başlamalı. Görürsünüz, heç bir dırnaq yoxdur. Bayaqlar rahat idi. Durğu işarəsi buraxılmış deyə rahat tapa bilirdik. Aha, bizə VMV olmalı. Gecənin sərinində yol getsək yaxşıdır deyə yeni müsafir çayxanadan çıxdı. Baxın, deyə yeni müsafir çayxanadan çıxdı bir yerdə M-dir, əvvəldəki də V-dir. Bunun davamı olan M yoxdur, bunu çıxın. Buldozerçi, bax, siz sözü böyünə yazılan vasitəsiymiş, düzdür? Bu vasitəsiz isə bunun əvvəldə M imiş. Amma bizim sxemimiz vasitəsindən başlamalıdır. Mənim xilaskarım vasitəsiz deyə sakit təbəssümlə cavab verdi müəllif. Sən ona təşəkkür elə. Mənim xilaskarım, sən ona təşəkkür elə. Görürsünüz, mənim xilaskarım V, sən ona təşəkkür elə V deyə sakit təbəssümlə cavab verir. Bu da M. Artıq bu C-dəki sxemimizə uyğun gəldi. Daha sonra digərlərinə baxaq. Həkim məni öz otağına apararaq, bilirsinizmi? Bilirsiniz, böyünə yazılır V imiş. Bu V isə əvvəldəki də M imiş. İşimizə yaramadı. Yazı uşaq deməli səhərdən bir şey yeməyib deyə Gülnaz Azada yaxınlaşdı. Deyə Gülnaz Azada yaxınlaşdı müəllifdir. Əvvəldəki də V-dir. Amma davamı olan V yoxdur. Ona görə E-də çıxırıq. Cavab olur C variantı. Bu da eyni sualdır. Baxaq. Ondan arxayın olun, sürgünlərdə, məhbəslərdə həyatımız bir yerdə keçib. Bura qədər V-dir, bu da M-dir, düzdür? Bunun davamı olan V yoxdur, bunu çıxın. Bayram babam sakit səslə, yaxşı sözü böyünə yazıb, deməli vasitəsizdir. Bu vasitəsiz isə əvvəldəki də müəllifdir. Bizə də müəlliflə başlayan lazım deyil, bunu da çıxırıq. Ayazı da sizə gətirəcəyəm, qoy Xavərin Ayazla oynasın. Bura qədər vasitəsizdir. Dedi və onu necə tapdığını nağıl elədi. Bu da sadəcə VM sxemidir. Davamı olan V yoxdur. Bunu da çıxırıq. Əgər belədirsə daha pis vasitəsiz deyə Kamran dilləndi. Müəllif deməli onu aldadıblar. Əgər belə pisdirsə deməli onu aldadıblar. Bu ikisi V-dir. Ona görə avtomatik deyə bilərsiniz ki, bəli, burada sxemimiz VM V sxeminə uyğundur. Rıza Qəhrəmani, razılıq sözü böyünə yazıb vasitəsizdir. Bu vasitəsiz isə bunun əvvəlki M-dir. M-lə başlayan lazım deyil. Cavabları D variantı. Sxemdən hansı aşağıdakı vasitəsiz nitqli cümləyə uyğun gəlir? İmaş qüssə ilə gülümsəyərək. Çünki sözü böyünə yazıb, deməli V imiş. Bu V isə bunun əvvəlki M imiş. Çünki, görürsünüz, bir dənə bura çünki vasitəsizdir. Dedi yenə M gəlir. Dedi, nə deyib? Qoşun silah şahın əlindədir. Bu da yenə vasitəsiz olacaq. Baxın, İmaş qüssə ilə gülümsəyərək dedi. Müəlliflərdir, yoldaşlar. Amma çünki qoşun silah şahın əlindədir. Bunlar da vasitəsizdir, düzdür? Deməli, görürsünüz, MV bu sxemə uyğun gəlir. MV də elə bir dənə A variantındadır deyə 29-cu cavab olur A variantı. Sonra keçirik 30-cu suala. Bir sənə bunun rəngini dəyişək. Aha, 30. Sxemdən hansı aşağıdakı vasitəsiz nitqli cümləyə uyğun gəlir?
Zərnicərcəsindən boğula-boğula. Gördüm bu sözü böyünə yazan vasitəsizdir. Bu vasitəsizsə bu da müəllifdir. Gördümü abala dedi müəllif. Atam mənim başıma nə oynatdı? Yenə də vasitəsiz. M və harda var? Burada var. Eləcə cavab avtomatik 30-da olur variantı. Davam eləyək. Sxemdə hansı aşağıdakı vasitəsindəki cümləyə uyğun gəlir? Qızın bu hərəkəti Firidunu sevindirdi. Sağ ol Fəridə dedi. Sən nə böyük bir hörmətə layiqsən. Qızın bu hərəkəti Firidunu sevindirdi. Sağ ol sözü böyünə yazdı. Deməli vasitəsizdir. Bu vasitəsizsə bunun əvvəlki müəllif imiş. Sağ ol Fəridə. Müəllif vasitəsiz bitir. Dedi. Yenə müəllif. Sən nə böyük bir hörmətə layiqsən. Bu da vasitəsiz. MV. MV elə bir dənə də E variantında da ona görə cavab olur E variantı. Bunun durğu işarəsi belədir. Qoşu nöqtəni qoydum, burada açdım, burada bağladım. Vergül nöqtə. Nöqtə də dırnağın kənarında olur. Bunu bilməlisiniz. 32-ci suala baxırıq. Sxemdən hansı aşağıdakı vasitəsindəki cümləyə uyğun gəlir? Aslan gözlərini yenə dikərək mən sözü böyünə yazdı. Deməli vasitəsiz imiş. Bu vasitəsiz isə bunun əvvəlindəki M-dir. Mən belə getmək istəmirdim. Dedi yenə müəllifdir. Görünür taleyim beləmiş, yenə vasitəsizdir. Düzdür? Necə oldu? MV A-da var. Elə ona görə cavab avtomatik olur. A variantı. 33. Məmmədtağı Silqi xoşbəxtlik 4 şeydən əslin paç, ürəyin paç, əlin paç, rəyin doğru olmağından ibarətdir demişdir. Bu nümunədə hansı rəqəmlərin yerinə bərpa olmalı durğu işarələri vasitəsilə bağlıdır. Sxem müəyyənləşdiririk, durğu işarələrini qoyuruq, deyirik ki, hansılar vasitəsilə bağlıdır, hansılar deyil. Məmmədtağı Sidqi, bax, xoşbəxtlik niyə böyünə yazıb? Çünki vasitəsi nitq imiş, düzdür? Bu vasitəsizdir. Bu vasitəsizsə bundan əvvəlki müəllif imiş. İndi görək nə deyib? Xoşbəxtlik 4 şeydən, əslin paç, ürəyin paç, əlin paç, rəyin doğru olmağından ibarətdir. Burada bitir vasitəsiz demişdir, yəni olur M. Sxemimiz necə olur yoldaşlar? Baxın, buraya yazaq. A bir yerə yazaq. M və M sxemi olur, düzdür. Bunun durğu işarəsi budur. Qoşu nöqtəni burada qoydun, dırnağı burada açdın, burada bağladın, vergül tire nöqtə. İndi birin yerinə nə yazılmalıdır? Bax, bura birə nə yazılıb? Qoşu nöqtə, düzdür. Bu qoşu nöqtədə vasitəsilə bağlıdır. İkiyə dırnaqlar yazılıb, düzdür. Birinin içini avtomatik götürdük. Dırnaqları götürdük, qoşu nöqtədən yuxarı. Vergül tire nöqtə lazımdır bizə, düzdür. Gəlirik bura. Ən axırıncı nədir? İbarətdir. Burada vasitəsiz bitir. Demişdir də müəllifdir, düzdür. 6-nı seçirik. Nə olmuşdu burada? Vergül olmuşdu. 7-ni seçirik. Tire olmuşdu. 8-i seçirik. Nöqtə olmuşdu, düzdür. Ona görə 1, 2, 6, 7, 8. Cavab 33-də avtomatik olur. D variantı. Yaxşı, deyə bilərsiniz 3, 4, 5 dənə var. Xoşbəxtlik 4 şeydən. Bu qoşu nöqtə qoyacaqsınız bura. Bu aralarda vergül qoyacaqsınız. Bu da belə deyək də həmci sözlə ümumiləşdirici sözlə bağlıdır. Həmcins bax 4 şey ümumiləşdirici sözdür. Ümumiləşdirici söz həmci sözdən əvvəl gələndə qoşu nöqtə qoyuruq. Əslin paç, ürəyin paç. Bu da həmci sözlər deyaradan vergül qoyuruq. Bu qoşu nöqtə vergülər falan, yəni həmci sözlər ibtidaiyə düşmür, amma abituriyentə və filologiyaya düşür. Onun üçün bu sualın cavabı olur avtomatik D variantı. 33-cü suala, 34-cü suala baxırıq. Verilmiş vasitəsindəki cümlə ilə bağlı doğru. Vaqif Bəhmənli yazır. Sözü zarafata salıb deyirəm, elə bilirlər ki, yüngül adamım. Aha. Deməli, MV sxeminə aid bir cümlədir. Bizdən nəyə soruşur? Doğrular soruşur bizdən, düzdür? Müəllifin sözü baş üzvlərindən ibarət cümlədir. Müəllifin sözü budur. Vaqif Bəhmənli yazır. Nə edir? Yazır. Kim Vaqif Bəhmənli? Düzdür. Müəllifin nitqi baş üzvlərdən ibarətdir. Vasitəsiz nitqin tərkibində işlənən cümlələr fe'li xəbərlidir. Söz zarafata salıb deyirəm, elə bilirlər ki, yüngül adamam. Adamam artıq fe'li xəbər deyil, ismi xəbərdir, bunu çıxın. Vasitəsiz nitqin tərkibində cümlələrin biri tabelə mürəkkəb cümlədir. Bəli, görürsünüz 2 bağlayıcısı var. Deməli, tabelə mürəkkəb cümlədir. Dırnağın içərisində bu da doğrudur. MV sxeminə uyğundur. Bəli, baxırıq ki, MV sxeminə uyğundur. Sxem zaten var. Vasitəsiz nitq müəyyən şəxsi cümlələrdən ibarətdir. Söz zarafata salıb deyirəm. Bura qədər müəyyən şəxsi cümlədir. Elə bilirlər, bu artıq qeyri-müəyyən şəxsi cümlədir. Bunu da çıxırıq. Cavabları 1, 3, 4. 35-ci suala baxırıq. Vasitəsiz nitq. Başqalarının nitqinin məzmunu qalır, forması dəyişdirilir. Doğrudur. Bir dəqiqə. Vasitə nitq. Vasitəliyə aid doğrudur. Doğru olaraq davam etməliyik. 2 bağlayıcıdan istifadə olunur. Doğrudur. Budaq cümlə şəklində formalaşır. Doğrudur. Şəxs əvəzləri olduğu kimi qalır. Xeyr, şəxs əvəzləri dəyişdirilir. Müəllifin sözünü əvvəl dəyişdirənlər xeyr. Burada artıq müəllifin sözü olmur. Cavab burada olur 1-dən 2. Sxemi uyğunlaşdırmalıyıq. Səhər-səhər evdəkiləri oyatmaq üçün pıçıltı ilə oğlunu sahəyə tez getməliyik dedi. Oğluna sahəyə tez getməliyik dedi. Tələs.
Sahə sözü böyünə yazılıb. Deməli bu V imiş. Bu V isə bundan əvvəlki müəllifdir. Sahəyə tez getməliyik. Burada V bitir. D-də olur M. Tələs yenə olur V. MV, MV. MV, MV. Avtomatik burada A-nı yazırıq. 3-ə düzdür. A-nı yazırsa gəlin buranı pozaq ki, gələn yazaq. Bunun səbəbini izah edərək, bura qədər müəllifdir. Atanın V-də. Atanın mənə etdiyi yaxşılıqlar yadımdan çıxmır. Yenə də müəllifdir. Deyir də müəllif. M və M. M və M. Bu da A-ya birə uyğundur. Sonra bunu da pozuruq. O üzünü çevirib, hə sözü böyünə yazılır vasitəsizdir. Bu vasitəsiz isə bundan əvvəlki müəllif imiş. Hə, yaman yerdə axşamladıq dedi müəllif. Çıxış yolu tapmalıyıq. Yenə vasitəsiz. M və M və C-də buna uyğun gəlir. Yeni uğurlar əldə edərik professor köməkçilərinə müraciət etdi. Yeni uğurlar əldə edərik vasitəsiz. Professor köməkçilərinə müraciət etdi müəllif. Ümidinizi itirməyin vasitəsiz. Baxın, elə bil ki, nitqi seçməyə çalışın. Yeni uğurlar əldə edərik. Ümidinizi itirməyin. Baxın, yeni uğurlar əldə edərik. Ümidinizi itirməyin. Nitqdir. Professor köməkçilərinə müraciət etdi. Bu da araya daxil olan müəllif düzdür. Demək bu MV, MV sxemi olacaq. MV, MV də elə birdə də D-də yazırıq bura. Avtomatik E variantı ilə yazılacaq ortaya yəqin ki. Ona görə 1BD, 2E, 3də AC olacaq. Bu qədər yoldaşlar. İstəyirsiniz C-ni də şərhin verim. Daha doğrusu E-ni də şərhin verim. E variantı bura. Səhv yazmışam. Bu kitablarla, dərsliklərlə hamınız tanışdınız. Sədr sözə başladı. Bu kitablara, dərslərlə hamınız tanışdınız vasitəsiz. Sədr sözə başladı. Fikirləriniz deyin. Sədr sözə başladı müəllif. Fikirləriniz deyin. Yenə vasitəsiz. Bəli, bu da uyğun gəlir 2-yə. Bu qədər yoldaşlar. Sağ olun, sağlıqla qalın.